Deməli, bir məsələni eşitdim. Əgər eşidən varsa tamaşaçılarımızdan, biz indi klinikanın adını tam deməyəcəm. Bir klinika, Doppler deyirlər, deyəsən, ayaqla bağlı bir kampaniya başladı bu günlərdə. Güya ki, gəlin 20 manat ödəməklə ayağınızı Doppler edək. Düz deyirəm, dəqiq ki, Doppler deyirlər də. Doppler eləyək. Klinika yerləşir İnqilab tərəflərdə. Necə bu Həsən Əliyev tərəfdə, yox, Həsən Əliyev yox. Bu Qafqaz oteldən gedirsən üzü aboylar falan yazılan yerlər. Tbilisidən ara yolda, klinika adını çəkməyəcəm, hospitalda A-la başlayır. İddialar belədir ki, deməli burada bir həkim ayaq Doppleri adına 20 manata salıb endirimlə. Gələnlər də başlayırlar, deyirlər, nə yaxşı, 150 manat hara, 100 manat hara, 20 manatımızı verək, bir testdən keçək. Salır otağa, dərhal baxan kimi deyir, sənin ayağına əməliyyat lazımdır. Gələnlərə deyir və cəmaat da qorxuya düşür, nədir əməliyyat, bəs tromb var, mütləq qaydada, sən anji olmalısan, əməliyyat olmalısan, 1000 manat ödəniş elə. Bax, deyirəm, diqqətlə qulaq asınlar, sonra gelib yoxlaya da bilərlər. Bir tamaşaçımız ayaq tərpənib, indi deyəcəm nədən gətirirəm söhbəti. Qorxuya da düşüblər, hətta deyir ki, sən bu dəqiqə durub gedə bilmərsən, bu tromb bu dəqiqə sənin damarına düşə bilər. Bax, ilişib qalıb hansı damarda, belə də deyirlər. O cəmaatı təşvişə salıb, gələn də razılaşıb. 1000 ödəyən kim, 1200 manat ödəyən kim, 15 dəqiqə, 20 dəqiqə əməliyyat olur. Əməliyyat zamanında deyir ki, bir taxta kimi, pərdə kimi nəsə qoyurlar gözünün qabağına. Sən görməyəsən ayağında nə proses gedir. Güya sənə olmaz. Bir iynəni keçirdirlər, 15-20 dəqiqədən sonra deyirlər, dur get. Nə bağlamaq, nə sarımaq, nə bir şey eləmək yox. Güya Dopplerdə göstərib ki, tromb buradadır, götürdüm. Axırı biri ayaq tərpənib, sonra gedib həkimə, deyib, valla, mənə belə bir söz dedilər, evdə danışıb. Onu aparıb övladı həkimə, başqa bir həkimə. Həkim deyib, nə danışırsınız? Sənin ayağında nə Doppler, nə əməliyyat, sənin ayağında ümumiyyətlə əməliyyat keçirilməyib. Ümumiyyətlə əməliyyat keçirilməyib, sən boş yerə 1000 manat ödəmsən. Gəlib adam tələb eləyib, 1000 manatını geri alıb. İndi o şikayətləri yığırıq, ona müraciətlər, indi orada deyib, qonşum da gedib, filan kəs, demişəm, hamısı nömrələrini versinlər, həm Səhiyyə Nazirliyinə, düzdür, özəl klinikalara, Səhiyyə Nazirliyinə gedirəm, Səhiyyə Nazirliyi deyil, bizlik deyil. Təbibə gedirsən, təbib deyil, bizlik deyil. Kimlikdə hələ bu bilinmir. Səsləri də durur hamısı qurumların məndə. Deyirəm, bəs deyin görə kimlikdir, gedə Əliqulu müəllimlə bəlkə yapışaq, Əliqulu müəllim, bəlkə İqtisadiyyat Nazirliyi verir lisenziyanı da ki, fəaliyyətlə bağlı. Çox, əgər deyir, şikayətin dərinləndirsə, məhkəməyə müraciət elə, ekspertizə gəlməlidir, ondan sonra sən baxacaq səhiyyə baxırışa, yoxsa təbib. Bax, tam səmimiyyətimlə deyirəm.